Xeyr müəllim. Hə, deməli bu molar qatılıq sizin sualınız yox. Bəs buradan var sualınız? 18. 18. Su buxarlandırıldıqdan sonra məhlulda natrium hidroksidin molar qatılımını hesablayın. Birinci maddənin mol miqdarını tapırıq burada. Çünki onun içərisində molar qatılıq necə hesablanır? C bərabərdir. Necə? Nü bölək. Mənə bu düsturu Əlikram. Əlikram de görüm necə hesablanır? Mən yazmam. Sən de görüm. S bərabərdir balaca m bölünsün, böyükən vurulsun V. Və ya nü bölək V. Və ya nü bölək V. Çünki balaca m bölək böyük m elə nü bölək V deməkdir də. İndi V-nin yerinə əgər millilitrdən veribsə, litrə çevirməliyik. Çünki bura bax, vahidimiz nədir? Burada mol bölək litrdir. 500 milli də 0.5 litr deməkdir. Çünki 1 litr 1000 millilitrdir. Yəni nə demək istəyir? Birinci qabda hələ buradan su çıxmamış. Baba bunun içərisində görək neçə mol maddə var. Həmin maddə dəyişməyəcək. Çünki onun içərisində maddə tökülməyib, maddə əlavə olunmayıb. Uçanda da su çıxır. Onun maddəyə dəxli yoxdur. Maddənin miqdarı necə var, elə qalır. Bu da nü bərabərdir C bölək V ifadəsindən, C vuraq V ifadəsindən. C-nin qatılıq yəni 0.2-dir. V isə, həcm isə 0.5-dir. 0.2 vuraq 0.5, bu da deyəcək 0.1. Yəni maddə miqdarı 0.1-ə bərabərdir. Sonra deyir ki, 100 ml buxarlandırdı. Yəni 500-dən 100-ün çıxsan qalır 400. Əvvəl 500 ml idi. Onun 100-ü buxarlandırıldı, qaldı 400 ml. Artıq yeni bir qatılıq alacaq. Çünki daha da qatılaşır. İstərsəmə su buxarlanır. Su buxarlandan sonra maddə miqdarı olduğu kimi qalır, daha da qatılaşır. Elə bil ki, götürüb qazın üstündə şirin çay, belə deyək də, şirin şərbət qoymusunuz. Get-gedə su buxarlandırdıqca, qazın üstündə suyu buxarlandırdıqca görürsən ki, get-gedə qatılaşır, şərbət alınır. Yəni bu da elə eyni bir şeydir də. Su buxarlanır, orada qatılaşır. Yəni qatılıq dəyişir burada. Maddə miqdarına isə heç nə olmur. Yenə də mənim maddə miqdarım olacaq. Burada yazıram 0.1. Amma həcm dəyişir. 500-dən 100 azalır, olur 400. 400 ml-də 0.4 litr deməkdir. Yəni 0.1 bölək 0.4 bu da eləyəcək 0.25. Yəni yeni qatılığım 0.25-ə bərabərdir D variantı. Sildim, yəqin ki, başa düşdüm. Yaxşı, onda izah edə bilərsən, zəhmət olmasa. 23 Fatimə, sən izah elə. Orada düstur var idi. C bərabərdir rho vurulsun omega vurulsun 10 bölünsün m. Burada verib bizə 90%. Deməli, omegamız 90-dır. 90 vurulsun rho vurulsun 10 bölünsün böyük m. Bu da eləyir 900 bölünsün. 900 vurulsun rho bölünsün m. Bəli, mən belə bir düstur demişdim uşaqlar. C bərabərdir 10 rho omega bölək m. Rho olduğu kimi qalır. Omeganın yerinə 90 verilib, faizdən qatılıq. 10 yerində 10-dur, m-i də qoysan yerinə 900 rho bölək m. Amma ikincidə suyun istəyir 1 litrində olan su molekullarının sayı. Deməli, 100% məhlulun 80% turşudursa 20% su olur. Yəni bu dəfə 20% olaraq tapacaqsınız, 20% əsasən hesablayacaqsınız. Yəni burada da necə eləyəcəyik? Yenə də həmin düsturdan hesablayırsan, 10 rho-nu olduğu kimi saxlayırsan, omeganın yerinə 20 yazırsan, bölürsən m-ə. M-də də bu dəfə m-i verib də 18. Yəni, bəli, 200 rho bölək 18. Bəli, 200 rho bölək 18. Bəli. Bunları eləmişdin Bilal sən? Eləmişdin bunları Bilal? Bəli, mən buraları yazmışam. Yəni bu düsturu bilirsiniz də yəqin ki. Bu düstur əsas düsturlardan biridir. 10 rho omega bölək m. Aha. Sonra? Gəldik. 29 dedin deyəsən. 100 milli 4 molar natrium OH və deyir hansı qablarda həll olan maddələrin kütlələri bərabərdir. Bunların hamısı görürəm ki, eyni maddədir. Baxın. Natrium OH da natrium OH, natrium OH, natrium OH. Bunların ancaq mol miqdarı fərqlidir. Hansının mol miqdarı çoxdursa, onun kütləsi də çox olacaq. Çünki
Məsələn deyirəm, natrium OH-un kütləsi 40-dır, verilib burada. Əgər mol miqdarım 2-dirsə vuracam 40-a, mol miqdarım 3-dirsə vuracam 40-a, bir dəfə 80, bir dəfə 120. Yəni mol miqdarından asılı olaraq onun kütləsi dəyişir. Gəlin bunların mol miqdarını tapaq. 100 milli neçə litrdir? Yəni 50 gram 100 milli neçə litrdir? 10 litrə çevirəndə nə yazaq? 0,100 yox, 100 10-da 1. milli. 100 Onda milli bir. 0,1 litrdir də. İndi həcm verilib, qatılıq da verilib. Düsturdan istifadə edək tapaq. Düsturumuz necə idi görüm? Həcm olan, qatılıq olan, maddə miqdarı necə tapırıq? Görüm düsturu. Ha, S bərabərdir. C'ni böyle V. Ay sol. S-ni bilirsən, V-ni bilirsən. 0,1 vuraq 4. Bu elədir 0,4. İndi hər birini elə yaza tapırsan ki, hansı mol miqdarları eynicə deməli kütlələri bərabərdir. İkincidə nə qədərdir? 0,3 vuraq 2. 0,3. Hı. Vazlıyıq 2'ye. Hı. 0,6 gelir. Geç o birinə. 0,25. Hı hı. 3. Yok. 1. 0,25 vuraq 4. Vur 4. 1 edir o da. Aha. 0,5 vurursun 8 o da 4. 0,5 vuraq 8. Buradan %5 vuraq 8. 0,5 vurulsun 8 o da 4 edir. 0,5 eləyir. 50 milli 0,5 litr eləyir. Ha. O da eləyəcək 0,4. Şu hansılar bərabərdir o? 1-dən 4. 1 4. Başa düşdün? Bəli, müəllimə çox. Sonra? Burada bu səhifədə başqa var uşaqlar. 37-yə baxa bilərik zəhmət olmaz. Baxaq. Qatılığı 0,1-dir. Yəni S bərabərdir 0,1. Həcmi 250-dir. Yəni V bərabərdir 250-ni də litrə çevirsək 0,25-dir. İndi bizim hansı düsturlarımız var? Ayrıca görüm qatılıqdan əlaqəli hansı düsturlarımız var? Necə? Qatılıqdan əlaqəli hansı düsturlarımız var? Qatılıqda hansı düsturlar keçmişik? Qatılıqda keçmişik. Düsturlarımız var da. Bərabərdir. Deməli bunun üçün biz düsturlar bilməliyik. Şurada paraf yerinə qoysan 0,1 qatılıqdır. 250 ml məhlulu da 0,25. Böyük M verib 40. Sonra M balaca M də bərabərdir 1 olacaq. Bərabərləşdirib tapaq. 38 var müəllimə. 38. Gündəlik həyatda istifadə etdiyimiz bir sıra məhlullar müxtəlif məqsədlər üçün hazırlanır. Məsələn, duzlu su məhlulu tibbi məqsədlərlə xüsusən də yaraların təmizlənməsi və soyuq dəymə zamanı burun tıxanıqlığını aradan qaldırmaq üçün istifadə edilir. Duzlu su məhlulu natrium kloridin su ilə qarışığıdır. Duzlu suyun hazırlanması üçün müəyyən miqdarda duz suya əlavə olunaraq tam həll edilir. Bu zaman su molekullarının təsirindən məhlulda natrium və klor ionları əmələ gəlir. Bunlar buradan əvvəlki bura kimi bir nağıl idi. İndi gəldik bura. Həcmi 300 ml olan duz məhlulda, yəni V bərabərdir 300 ml, o da 0,3 litr eləyir. 0,8 mol natrium klor var. Nü verilib 0,8. Amma duz məhlulda 0,8 natrium. Bu məhlulda 200 ml su əlavə edilmişdir. 0,3 idi, onun üzərinə 0,2 də əlavə olundu. Bu elədir 0,5. Alınan məhlulda natrium ionları molar qatılığını hesablayın. Və deyir ki, bunun 75% dissosiasiyadır. Nə olsun, yəni onun içərisində... Hə? O 75% dərəcəsi. Elə onu deyirəm da. Onu izah edirəm. Dissosiasiya hələ keçməmişik. Dissosiasiyanı keçəcək də. Dissosiasiya nədir? Yəni parçalanmaq. O deməkdir ki, nə olsun, mən o suyun içərisinə 0,8 mol natrium klor tökmüşəm. Onun hamısı parçalanmır. Hamısı həll olmur. 75% həll olur. Yəni deyir ki, 0,8 molun hamısı yox. Onun 75% suda həll olur. Suda həll olan natrium ionları lazımdır mənə. Nə olsun, natrium kloru atmışam. Onu ionlara parçalananda əmələ gələn natrium ionunun qatılığı istəyir ki, mənə də orada natriumu almaq üçün gərək parçalansın da. Hamısı parçalanmır da 100% deyir. Onun 75% parçalanır.
0.8-in də 75% böləyik 0.6. Yəni yeni mol miqdar, mənə əsas nədir? Natriumun mol miqdarıdır. Bu 0.6, həcmdəki 0.5-dir. Artıq biz burada molyar qatılığı tapa bilərik. Molyar qatılığı tapmaq üçün nə edirik? Mol miqdarı bölürəm həcmə. 0.6 bölü 0.5 o deyəcək 1,2. Orada 75% vermək o deməkdir ki, yəni onun hamısı duz suda həll olub, ionlara parçalanmayıb. Onun 75% parçalanıb. Mənə də natrium ionları lazımdır. Yəni hamısı yox, natrium ionları lazımdır. Onda da 0.8-in 75% olur. 0.6. 44-də deyir ki, tam neytrallaşma reaksiyasına daxil olan maddə məhlulları verilib. Kalium OH üstəgələk H2SO4. Bu zaman alınacaq kalium tam neytrallaşma deyir. Onda 2-nin 1-ə nisbəti. Yəni tam 2 mol OH 2 mol hidrogeni götürür. Kalium sulfat üstəgələk H2O əmələ gəlir. Burada 2 mol. Qeyd edirəm. Molyar qatılığı A-dır, həcmi 400-dür. Həcmi 400 ml 0.4 litr eləyir. Qatılıqdakı A-dır. 0.4-ü A-ya vuranda mol miqdarını tapıram. Bax, qatılıq verib, həcmdə verib. Mol miqdarı necə tapıram? Mü bərabərdir CV hasili ilə. Qatılığın yerinə A qoyacaqsınız. Həcmin də yerinə 0.4. Yəni H2SO4-ün altına yazır. H2SO4-də 0.4 deməli A mol miqdarı var. Mən də görürəm ki, bunların münasibəti 2-nin 1-ə nisbəti kimdir? 1 mol sulfat götürürəmsə 2 mol kalium hidroksid götürməliyəm. Bu da 2 mol kalium hidroksid götürməliyəm. Yəni bu 0.4 A-ya da 2 dəfə artıq 0.8 A qədər kalium OH lazımdır. Yəni bunların da qatılığı eynidir deyə əsas mənə 0.8 maraqlıdır. 0.8 litr A qatılıqda maddə lazımdır. Məndən də X-i hesablayın deyir. Mən də milli ilə hesablamalıyam. 0.8 litrdə 800 ml deməkdir. Deməli, birinci neynədim? A qatılıq verib, B həcm verib. Lap belə yolunuz asan da olsun deyə, onsuz da sonda da millilitrdən istəyir. Gəlin elə millilitrdən eləyək. O 400 A-dır. Sulfatın mol miqdarı deyək. Bizə görür ki, 1-in 2-yə nisbətidir. 1 mol sulfatdırsa, 2 mol kalium hidroksiddir. Yəni, bu 400 A-dırsa, onda kalium hidroksid 800 A eləyəcək. A qatılıqdır, 800-dəki həcmdir. Deməli, V bərabərdir 800 ml. Sonra 52-də deyir 200 ml 2 molyar H2SO4 məhluluna x qram sink oksid əlavə olunduqda normal duz əmələ gəlir. 200 ml 2 molyar bu 0.2 litrdir. 2 molyarda 0.2-ni 2-yə vuranda eləyəcək 0.4. Deməli 0.4 mol H2SO4-dür. H2SO4 üzərinə x qram sink oksid gəlir. Üzərinə sink oksid gəlirəm. Əmələ gələcək sink SO4 üstə gələk H2O. Və normal duz alınır deyir. X qram sink oksid. Baxıram 98 bu 0.4 moldur da. Elə moldan işləyək. 1 mola sink oksidin kütləsi 81-dir. 81 qram sink oksid lazımdırsa 0.4 mola nə qədər sink oksid lazımdır? 0.4-ü də 81-ə vuranda deməli nə qədər edəcək? 81 vuraq 0.4 bu deyəcək 32,4. Deməli birincisi 32,4-dür. 52-nin birincisi nə istəyir məndən? X bölü Y-in cəmi. X-dən Y-in cəmini istəyir. Hə, yaxşı keçək görə o biri nədir? Natrium OH SO2 ilə reaksiyasıdır. Bu zaman anda tuş duz əmələ gəlir. Tuş duz yaranır. Tuş duz yaranırsa 1-in 1-ə nisbətdir. Çünki burada natrium HSO3 əmələ gələcək. Çünki tuş duzların tərkibində hidrogen qalır da. Tuşsuzların tərkibində tuşluq verən hidrogen qalır. Heç nə 200 ml 0.5 molyar, bu eləyir 0.2 litr, bu da 0.5 molyar, bu da 0.1 mol. 0.1 mola da 1 mola 64 qram lazımdırsa, 64 qram 0.1 mola da 6,4 qram lazımdır. 32,4 var idi. Üstünə də 6,4 gələndə eləyəcək 38,8. Mən olan ikisinin cəmini istəyirdi. X-in Y-in cəmi. Deməli, necə işlədi ya uşaqlar bunu? İzah edə bilərsən? Fatiməni başa düşdünsə əgər. Normal duz alınanda da 1-in 1-ə nisbətində olurdu.
reaksiya yaparanda demişdi ki 200 mililitr, yəni V bərabərdir 0,2, qatılığı da 2 mol oluyor. Deməli, nüsi də bərabərdir S vurulsun V, yəni 0,4 mol. 0,4 mol baxdıq ki, 0,4 mola bilmirik nə qədərdir, amma 1 mol olanda 81 qram olmuşdu. Sonra buradan tapdıq ki, 0,4 mola da əslində 32,4 qram sting oksidi lazım olub. Bunu tapdıq, bir yerə qeyd elədik. Sonra keçdik, ikincidə də bizə demişdi ki, natrium OH-la CO2-nin nəticəsində bizdə alınsın turş duz. Turş duzun da tərkibində bir dənə hidrogen olmalı idi, yəni hidrogen qalığı olmalı idi. Biz də buradan tapdıq ki, bir də hidrogen deyəndə hidrogen qalığı olmalıdır. Biz də buradan tapdıq ki, natrium H SO3 alınırdı. Sonra buradan da reaksiya nəticəsində gördük ki, turş duzda 1-in 1-ə nisbətində yaranır. Yenə də gördük ki, 1 mola 64 SO2 düşübsə, 0,1 mola da 6,4 düşəcək. Sonra isə burada X 32,4 idi, Y da 6,4 idi. Bunları topladıq. Doğrudur. Dedim görüm, yəni qulaq astım mı? Başa düşdünüzmü? Yaxşı. Bəli. Ətraflardan kimlər işləyib? Uşaqlar işləmisiniz? Bəli, işləmişəm. Hansı suallarınız varsa bunları da müzakirə edək. Burada üçüncü var. Mən üçüncü də deyir ki, maksimum duz. O nəsə bizə təsir eləyir. Baxaq. Müəyyən şəraitdə həll olma əmsalı 500 qram bölünmüş litr olan doymuş məhlulu hazırlamaq üçün 600 qram suda maksimum neçə qram duz həll etmək olar? Yəni ki, sən bu doymuş məhlulu almalısan. Maksimum deyəndə, yəni doymuş olana qədər. Tutaq ki, maksimum nədir? Məsəl üçün, tutaq ki, bir staqanda maksimum 10 çay qaşığı həll olur. Sən 11-cinin əlavə eləyəndə çöküb dibindən qalacaq. Yəni maksimum doymuş məhlul alınana qədərdir. Ondan o tərəfə artıq həll olmur. Ondan az da minimum olur. Az olur. Yəni, mənə nə deyir? 500 qram bölünmüş litr. 500 qram bölünmüş litr nə deməkdir? 1 litr suda, yəni 1000 qram suda 500 qram maddə həll olur deməkdir. Məndə 600 qram su deyib, 600 qram su deyib və sonra nə istəyir? Məhlul 100 qram duzun kitabxana hesabı. 600 qram suda maksimum nə qədər duz həll eləmək olar? Sadəcə bu cür formada eləyəcəksiniz. Deməli, burada bunlar ixtisar getdi. 5 vuraq 600 elədi 3000, onu da böləndə eləyəcək 300. Yəni 600 qram suda maksimum 300 qram həll etmək olar. Bax, bu belə. Sonra nə istəyir bizdən? Məhlula 100 qram su əlavə etdikdən sonra deməli duzun kütlə payını hesablayın. Deməli 300 qram mənim duzum var. 600 qram da suyum var idi. 100 də əlavə elədi 700 qram su. Plusdakı 300 qram duzun məhlulu tapmaq üçün bərabərdir. Su üstə gərək duz eləməlidir. Su 100 qram plus 600 qram. 700 qram su üstünə də 300 qram maddə elədi 1000 qram. Yəni 300 bölək 1000 vuraq 100 edir. Onlar da ixtisar gedəndən sonra qalacaq 30. 30. Sonra o biri səhifədə varsa, Bəli, mənim var. burada bir dənə burada səhvlik var ki, burada C ilə işarə olunmalıdır. Eləyəndə baxacaqsınız. Çünki heç cürə uyğun gəlmir. Eyni qatılıq deyil oradakılar. Buyur. 5 var idi, 8 də var idi. 8-i bildim. Deməli, həll olma əmsalı verilib 250, 25 dərəcədə verilmiş məhlulu doymuş hala gətirmək üçün ən az neçə qram? Bax, bu 16 qram mənim duzum var. 80 qram da suyum var. 16 qram duzu ən az neçə qram duz əlavə olmalıdır? Bilmirəm. X qədər duz əlavə olunur. X qədər duz əlavə olunur və məhlul duz əlavə edilmə məhluldan ən az neçə qram su buxarlandırılmalıdır. Məndə də 250-dir. Məhlulun kütləsi verib A, məhlulda həll olunan duzun kütləsi B. Bax 5-ciyə baxıram hələ ki.
Tam elədi 50%-dən. Eyni duzun 0,5 mol qramını tam həll etdik. Hə, burada təzədən 0,5 B əlavə olunur. Mən elədim bu əvvəlki duzun 0,5. Deməli, eyni duzun 0,5 molunu tam həll etdikdə 1 qram duz var idi. Bu sonradan 0,5 əlavə olundu. Deməli, M duz nə qədər oldu? M duz B üzrə 0,5 B bu elədi 1,5 B. Məhlulum isə A qram idi, düzdür? Üzərinə 0,5 B qram da duz gəldim. Elədi M məhlul bərabərdir A üstə gələk 0,5 B. Bura görə buradan nə tapa bilərik? Bir 50% doymuş məhlulu yarandı. Yəni, bu M duzdan M su bir-birinə bərabər olur orada. Ya da ki, belə eləyə bilərik də. Omega bərabərdir M maddə bölə M məhlul. Buradan tapaq. 50%, yəni 0,5. 50%-i sonradan 100-ə vurmamaq üçün birbaşa 50-ni böldüm 100-ə. 0,5 bərabərdir. 1,5 B bölə A üstə gələk 0,5 B. Buradan bunlar ixtisar gedər. Burada qalacaq 3. 3B bərabərdir A üstə gələk 0,5 B. Buradan da 3B idi. 3B. Buradan da A bərabərdir 2,5 B. Heç nə. Buradan da A-nın B-yə nisbəti istəyir. Deyirəm, axı belə bir rəqəm alınır. 2,5-in B-yə, 2,5 B-nin B-yə nisbətdə alınacaq 2,5. Burada deyir, eyni duzun 0,5 qramını tam həll etdikdə. Təzədən 1 qram duz var idi. Üzərinə təzədən 0,5 B əlavə olunur. Da əvvəlki duzun yarısı yox. Təzədən onun üzərinə eyni duzun 0,5 B qramını tam həll edirlər. Var idi, bu üzərinə tökülür. İndi gəldik nəyə uşaqlar? Bunu başa düşdün Fatimə? Mənim orada 0,5-dən niyə görə tapdıq? Tam həll etdikdə 50% doymuş məhlul dediyinə görə %50 kimi düşündük. Bax, Yəni 50% bərabərdir. Hə, ona görə də bu 50%-i 0,5 yazdım da. Ya belə yazırsan, 50% bərabərdir 1,5 B bölürəm A üstə gələk 0,5 B vuraq 100. Ya da birbaşa burada ixtisar edib 0,5 kimi yazıram da. Aydın oldu. Bəli, çox sağ olun. Hə, sonra indi keçirik növbəti suala, 13-cü suala. Sualda deyir ki, 25 dərəcədə 25 dərəcə temperaturda X duzun suda həll olma əmsalı 250 qram bölünmüş litrdir. 25 dərəcədə verilmiş məhlul doymuş hala gətirmək üçün ən azı neçə qram X duzu əlavə edilməli və ya nə qədər su buxarlandırılmalıdır. Birinci deyir ki, nə qədər X duzu həll edilməlidir. Mən görürəm ki, 1000 qram suda 250 qram duz həll olur. Yəni 250 qram bölünmüş litr o deməkdir. 1000 qram suda 250 qram duz həll olur. Mənə deyir ki, doymuş hala gətirmək üçün nə qədər duz həll olunmalıdır. 1000 qrama 250 qram həll olursa, 80 qrama da doymuş olmağı üçün 16 qram duz var. Hələ onun üzərinə nə qədərsə də əlavə olmalı ki, doymuş əldə eləyim. Deməli, bu doymamış da. 80 qram su, 16 qram 80 qram su içərisinə 16 qram duz əlavə edilib. Bu zaman doymamış məhlul əmələ gəlib. Doymuş məhlulu əldə eləmək üçün baxaq görək 80 qramdan nə qədər duz əlavə edilməlidir. Ona görə duz olan hissəyə üzərinə gələn X. Buradan ixtisarı gedəcək. Burada qalacaq 4, burada qalacaq 1. Buradan da alacağım 80 bərabərdir 64 üstə gələk 4x. 80 çıx 64 vuracaq 16 bərabərdir 4x. X bərabərdir 4. Yəni biz buradan x-i 4 tapdıq. Üzərinə əlavə olunan duzu 4 tapdıq. 13-dən. Yəni sonra deyir ki, məhluldan ən az neçə qram su buxarlandırılmalıdır ki, doymuş məhlul əmələ gəlsin. Görürəm ki, 1000 qram suda 250 qram duz həll olub. Bu dəfə suya müraciət edirəm. Baxıram ki, 250 qram duz 1000 qram suda həll olubdur. Bəs 16 qram duz, burada da deyir ki, 80 qram suda həll olub da. Amma 16 qram duz 80 qram suda həll olanda tam doymuş hal deyil. Deyir, nə qədər su buxarlandırmalıdır ki, doymuş olsun. Buxarlandırma deyəndə oradan çıxırıq. 80 minus, bu dəfə suyu gəlin Y-dən işarə edək. 80 minus Y. Buradan da yenə də ixtisar edərəm. Burada qalar 4, burada qalar 1. 4 vuraq 16, 64 bərabərdir 80 çıx Y. Y də bərabərdir 16 eləyəcək. Yəni buradan da 16 qram
su buxarlandırılmalıdır ki, doymuş məhlul alınsın. Hansını deyirsə, deməli bu doymamışdı. Doymuş olan gətirilməsi üçün duz əlavə edilməlidir deyirsə, eyni şeyi yazırsan, duz əlavə edirsən ki, məsəl üçün 1000 qram suya 250 qram duzdusa və 80 qram suya 16 üstə gələ x. Yəni ki, doymuş hələ gəlməsi üçün hələ onun üzərinə duz əlavə olunmalıdır. Əgər buxarlandırılmalıdır deyirsə, yenə də eyni şeyi yazırsan. 1000-ə 250-dirsə, 16 qram duza da 80 qram sudur, amma onun içərisindən buxarlandırım ki, duru olmasın da doymuş qatı bir məhlul ola bilim. Oradan da y tapırsınız. Başa düşdün Fatimə? Bəli, müəllim. Yəni bir dəfə doymuş, bir dəfə doymamış üçün götürəcək. Yəni bax burada qabın içindəki doymamışdı da. Bunu doymuş hala keçirmək üçün bir dəfə duz əlavə edirsən, bir dəfə də su buxarlandırırsan. Sonra var mı da sualın? Bəli, müəllim. 12 12 də var idi burada. İndi baxıram. Ondan əvvəl. Reaksiya təmini yazın. Alınan məhlulda duzun kütlə payını hesablayın. Deməli, bunu eləməyənlər belə yəqin ki, baxırsınız da, ətraflılar birinci qrupa düşür. 100%. Alınan məhlulda duzun kütlə payını hesablayın. Reaksiya yazdım. Ondan sonra söyləyəm. Reaksiya Natrium OH istərsə H olur. Bərabərin natrium istərsə H. natrium OH üstə gələ H xlor neytrallaşma reaksiyasıdır. Natrium xlor üstə gələ HCO. Bax, burada 200-ün 20%-ni tapırsan, bu elədi 40 qram. H xlorda da 36,5-in 100-ün 36,5%-ni tapırsan, bu da eləyir 36,5. 40 qram olsa natrium OH-ın kütləsidir. H xlorun da emeri 36,5-dir. Deməli, bunlar birin birə nisbətində gedib. Alınan məhlulda duzun kütlə payını istəyir. Birinci, alınan məhluldakı duzun kütləsini tapıram. Duzun kütləsi. Baxıram ki, 40 qram elə 1 moldur. 1 moldan da nə qədər natrium xlor alınır? 1 mol. İndi bu natrium xlorun kütləsi də 23, bu da 35,5, bu da eləyir 58,5. Hə, heç nə. Məhlul nə qədərdir? 200 qram natrium OH var idi. Üzərinə də 100 qram tökdü. Elədi məhlul. Məhlul sonunda 300 qram. Başa düşdün? 200 var idi qabın içərisində. Üzərinə də 100 tökəndə cəm elədi 300 qram məhlul. Duzumdakı yeni alınan məhlulda bunlar reaksiya girib duza əmələ gəldi axı. Natrium xlor əmələ gəldi də. Bunlar da birin birə nisbətində getdi. 1 mol natrium OH-a 1 mol H xlor lazım oldu. Burada da aldıq 58,5. Təzədən 58,5-i 300-ə bölüb vuracaq 100-ə. Daha burada doymuş doymamışdan söhbət gedir. Edici sadəcə olaraq bunlara aid hesablamamıza aparaq. Başa düşdü? Bəli, müəllim. Çox sağ olun. O bir səhifədə 16 var. Sona qədər işləmisən onda, maşallah. Söz verim sənə özümə ki, %100 yazacağam. İnşallah. İnşallah müəllim. Hə. Deyək ki, birinci və ikinci məhlullar qarışdırılır. Reaksiya tam gedir. Alınan məhlulun kütləsini hesablayın. Alınan məhlulda olan duzun formulunu yazın və kütləsini hesablayın. Deməli, 200 qram 5,3%-dir. 200-ün 5,3%-i eləyəcək necə? 2 vuraq 5,3 eləyir 10,6. 10,6. Təzədən 200-ün 8,2%-ni tapıram. 8,2-yə vuranda bu da eləyəcək 16,4. İndi bunların qarşılıqlı təsirindən natri karbonat üstə gələk kalsium nitrat əmələ gələcək kalsium karbonat üstə gələk natrium nitrat. Bax, bundan da 2 moldur. Alınan məhlulun kütləsini, yəni mən bunları qarışdırıram da 16-da. Bunların ikisini qarışdırıram, eləyəcək nə qədər? Deməli, əslində bunları qarışdırmışam. İstəyirəm ki, 200 qram məhluldan 200 qram mən duzu qarışdırım, alım 400 qram məhlul. Amma burada bir duzun itkisi baş verir, çünki çöküntü əmələ gəlir. Burada çöküntü əmələ gəlir. Baxaq görək nə qədər çöküntü əmələ gəlir. Bu natrium karbonatın kütləsi özü 106-dır. Məsələdə bizə verilib 10,6. Kalsium nitratın kütləsi baxaq görək 164 eləyirmi? Uşaqlar 164 20 bəlkə 164 eləyir. Bax, bu 40-dır. Üzərinə gəlirəm 28 natrium kütləsi mötərizədən kənardakidir. 2 vuraq 14 eləcək 28 üstə gələk
48 qram mötərizənin içərisində oksigen var, 16 qram 3. Sonra onu da vuram 2, eləyəcək 96. Onu da toplayanda eləyəcək 164. Deməli, əslində natri karbonatının emeri 106-dır, kalsium nitratın kütləsi 164-dür. Bizə də verib 16,4. Hərəsi 10 dəfə azdır. Kalsium karbonatının kütləsi uşaqlar emeri 100-dür. Deməli, belə bir tənasib qururuq da. 106 qram natri karbonat reaksiyaya girəndə 100 qram duz çökürsə, 10,6 qram reaksiyaya girəndə nə qədər duz çökür? X qram duz çökür. Bu da eləyəcək 10 qram. Deməli, 10 qram duz çökür, düzdür? 10 qram duz çökür. 200 üstəgələ 200, 400 qram mənim məhlulum var idi. Onun 10 qramı çöktü, qaldı 390 qram məhlul. 390 qram məhlulum qaldı. Deməli, birincini tapdıq, məhlulun kütləsini hesabladıq. Alınan məhlulda olan duzun formulunu göstərin. Alınan məhlulda duzun formulu kalsium karbonat, məhlulun içərisində duzun formulu natrium nitrat olur da. Kalsium karbonat çöküb. Baxın, məhlulda deyəndə, yəni məhlulun içərisində üzsün, məhlulun içərisində qalsın, daha çöküb dibinə qalmasın. Deməli, məhlulda olan duzun natrium nitratdır, çökəndir kalsium karbonat. Ondan sonra uşaqlar burada nə istəyir bizdən? Üçüncü və kütləsini hesablayın. Natrium nitratın kütləsi nəyə bərabər olar? Natrium 23'dür, bu 14'dür, bu da 48'dir. Hamısını cəmləyirsən. Nə edir bu? 60, 70. Bu da 85. 85 edir. Neçə edir bu? Alınan məhlulda olan duzun formunu yazın və kütləsini hesablayın. Yəni, o 85 bir dənə natrium nitratdır. Vururam 2-yə. Düzdür, qabağında 2 mol oldu. Hadi bunlar toplayanda eləyir 85 var. Deməli, emir natrium nitrat. Bu elədi 85. Mən mötərizənin qabağında 2 mol oldu. Deməli, bunu 2-yə vursam, 2 vuraqla 85 bu eləyəcək 85 yazaq. 85 eləyəcək 170. 106 qrama 170 qram natrium nitrat alınırsa, 10,6-ya da 17 qram natrium nitrat alınacaq. Birincinin cavabı deməli 390-dır və formundakı natrium nitratdır. Məhlulda olan duzun formulu. İkinci kütləsini istəyir. Kütləsi eləyəcək nə qədər? 17. Çünki 106 170 10,6-ya da eləyəcək 17. Başa düşdün? Mən alınan məhlulun içərisində kalsium karbonat da, natrium nitrat da, ikisi də duz idi. Amma kalsium karbonat çöküntü olduğuna görə götürməliyik. Bəli. Deyir ki, məhlulda. Qabda demir. Uşaqlar qabda sözündən məhlulda sözünü qarışdırır. Qabda isə kalsium karbonat da oradadır. Məhlulda deyir. Məhlul deyəndə üzən hissə. Yəni suda həll olan hissə nəzərdə tutulur. Balıq kimi elə bil üzün içərisində üzür bu duzun ionları o nəzərdə tutulur. Çökən yox. Qab desəydi hə, məhlul deyir. Qabda demir ki, məhlulda yəni həll olan hissədə. Aydın oldu. Bəli, məndən çox sağ olun bir də. 18 və 22 var. Və bu ilə bitir. 18. Deməli, verib metal sulfat və XH2O duzunu 150 qram suda həll etdikdə 200 qram 16% metal sulfat məhlulu alınır. Alınan məhlulda suyun kütləsini və metalın nisbi atom kütləsini, eləcə də X-i müəyyən edin. Deməli, 150 qram suda bu duzu həll edəndə 200 qram 16% məhlul əmələ gəlir. 200-ün 16%-ni tapıram. Bu eləyir 32 qram. 32 qram. 200-ün 16%-ni. Bu elədimi 32 qram. 200-ün 32 qramı duzdur. Duzdur. Yerdə qalanı isə sudur. 200-dən çıxıram. Deməli, 200 çıx 32. Bu eləyir 168. 168. 168 qram su var. 200-ün 32 qramı duzdur. 168 qramı sudur. Və bu kristal hidratın üzərinə 150 qram su əlavə olunub, alınıb 168 qram su. Bax, diqqətlə qulaq asaq. Alınan məhlul 200 qram 16%. Bu elədi 32 qram duz. 32 qram duzdur. 200-ün də 32 qramı duzdursa, yerdə qalanı, yəni 168 qramı sudur. 168 qramdan 150 qramı çıxacam. Eləyəcək nə qədər? 18 qram. Deməli, 18 qram da
168 qram suyum olur. Onun 150 qramı sonradan onun üzərinə töküləndə 18 qram bax bu kristal hidratın içərisində olandır. İndi mən bundan istifadə edərək x-i tapacağam. 0,2 x niyə? Qabağındakı mol hər birinə vurur da, vurulur. 0,2 x vuraq 18 bərabərdir 18. Niyə? Çünki 150-si əlavə olunan sudur. 18-i kristal hidratın içindən gələn sudur. Onun da içində su var axı. Burada 18-dən x-lar gedər. 0,2 x bərabərdir 1, x də bərabərdir 5 eləyəcək. Burada mən bunu 5 tapdım. Və əslində qalanda məhlul məsələsini həll edəcəm. Sonda sizə bir ipucu verəcəm ki, avtomatik baxan kimi 5-i tapandan sonra metalın kütləsini tapa biləsiniz deyə. İndi duz da 32 qramdır da, düzdür? 0,2 mol, 0,2 mol metal SO4. Bunun içərisində olan duz budur da. 0,2 mol metal SO4 32 qramdır. Hə, bu 0,2 mol 32 qramdırsa 1 molu 5 dəfə çox eləyir, 160 qram. O da metalı bilmirəm, metal üstə gələk. 32 bu kürdün kütləsidir. Oksigen kütləsi 16 vuraq 4, 64, cəmi eləyir 96. Metal üstə gələk 96 bərabərdir 160. Buradan da metal bərabərdir 64 edəcək. Deməli, bu metalın kütləsi 64. Yəni, bu fırlana gedib bunu tapırıq. Amma x-i tapandan sonra biz avtomatik bunu da tapa bilərik. Əgər siz kristal hidratları öyrənsəniz, bəzi kristal hidratlar kitablarınızda var. Zəhmət olmasa onu öyrənin. Məsəl üçün, miski sulfat kristal hidratı 5H2O. Bax, bundan milli düyüm xəstəliyinə qarşı mübarizədə istifadə olunur. Dərslikdə də var və mütləq şəkildə bilməlisiniz. Məsələn, natrium sulfat 10H2O var. Buna Glauber duzu deyilir. Natrium karbonat vuraq 10H2O. Bunun adı kristallik sodadır. Məsəl üçün, kalsium klorid vuraq 6H2O var. Magnezium sulfat 7H2O-na acı duz deyilir. Kalsium sulfat vuraq 2H2O. Bunun adı gipsdir. Yəni, bu şeyləri bilsəniz, hətta bəzən avtomatik yaza da bilərsiniz. 22-də deyir 300 qram 1%. 300-ün 1%-ni tapıram. Bu eləyir 3 qram. 3 qram. Üzərinə x qram 4%. Yəni, onun üzərinə 4x vuraq 4 bölək 100, yəni 0,4 %4x qədər duz gəlirlər. Sonda əlavə etdi 3% məhlul olunur. Deməli 300 qram mənim duzum var idi, məhlulum var idi. Onun üzərində x qram məhlul əlavə edilər. 3% məhlul aldım da. Vuraq 100 bərabərdir 3. Buradan axtarıb tapacaqsan. 300 qram 1%. Bu elədir 3 qram. Düzdür? Onun üzərinə x qram 4%. Yəni 0,4x. Sonra məhlullar da cəmlənir. 300 qram məhlul vardı. Üzərinə də x qram gəldi. Elədi 300 plus x. Buradan da vuraq 100 bərabərdir 3. Oradan x-i tapırsan. Sonradan natriklorun kütləsini də tapa bilərsən. Alınan məhlulda natriklorun kütləsini də tapa bilərsən. Çünki deməli natriklorun kütləsini 4 burada x tapandan sonra biləcəksən ki, x-in 4%-ni tapacaqsan, o da natriklorun kütləsidir.